sizlərlə bərabər e-futbol PES videosu çəkəcəyik. 6-cı klasmanda 5-ci klasmana yüksəlmə videosudur. Takımız belə deyil əslində. Batistuta ilə Mbappe'nin bu kartı oynayır. Sol bekimiz yoxdur da. İndi matımıza başlayaq. Görək. Əgər 5-ci klasman ola bilməsək, udursa təzədən masa eləyəcəyik. Əvvəlki kadrom getdi, yadım var idi, o getdi. İndi də təzə hesabda kasıram. Rəqibimizin kadrosuna baxaq indi. Belə. Rəqibimizin 105 David villası var. Qəşəng kadrosu var. Başlayaq. İnşallah udarıq 5-ci klasmana da çıxarıq. Bəlkə səbəb uğraşıb 4-cü klasman videomuzu da çəkdik sizlərlə. Bilmək olmaz. Saat 3-dür, biz video çəkirik. Nəysə, başladıq. Bu arada bugün 6 avqustda seçmeli sözləşmə paketi gələcək. Siz nə alacaqsınız? Yorumlara yazın. Mən Agüero alacağam, çünki bombacıdır. Amma deyirlər biraz pisdir, amma yenə də bombacıdır deyə almaq lazımdır. Heç də bombacı olmayanlar üçün hələ. Kubarsi. O, ona pas idi. Nəysə, top çıxdı bizdən. Qaç bura, tez qaç verməsin. Aldıq. Yamala verdik. Yamal. Steven Gerrard. Steven Scholes. Batis. Foul. İndi buradan Steven Gerrard'la vurma ehtimalımız var. Görək də vura biləcəyik Steven Gerrard'la. Amma yox, Van Dijk yad barajda var. Oyuncu da dikir özdə. Vuramədik. Mbappe qaçır. Mbappe, ayda, vurdurma. Qaç. Tutduq. Qapçını çıxartdıq və tutduq topu. Niko çəkdi. Oyun kastı orada. Kubarsi topu aldı. Steven'ə verdi. Nico Williams qanatdan. Rəqib elə bir çox girir. Biz də ona girəcəyik. Kəllə atdıq, olmadı. Rəqib çox əsəbi oynayır. Yamal, Mbappe verdi içəri. Batis, ayda üstünə atdım. Vur. Nico Williams. Kəllə ilə vurdu Nico bu arada çox qəşəng kartdır. Həm sürət oyundan bir şeylər. Həm sürətlidir, həm də qəşəng oyuncudur. Alexander Arnold. Batista verdi Nico. Nico'nun pası offside değil. İkinci golümüzü də vurdu. Rəqib quit atacaq görəsən. Quit atsa məcbur bir dənə də maç oynayarıq. Video qısa olmasın. Batis.
Ayda çox bastım. İnternet oyun kasır. Kasır bir. Mbappe yenə kasır. Kasma çox pis oldu deyə. Skol. Yamal. Of. Niyə belə kasır? Nico Williams. Aşor. Yamaldan topu ala bilmədi. Porro. Oyun indi donur deyə vuracaqlar Ronaldo haqqı. Çox pis donur. Donmadı bir dəfə də. Rəqibi gözləyirik. Kəllə qol atmaq çətin deyə PES-də. Ya da hər hansı bir futbol oyununda atmaq olmur. Mbappe. Ayda. Yamal. Aşor. Qayda aldı topu. Nico Williams. Williams qaçır. Ayda. Orada Batista qaçsaydı çox qəşəng atak alına bilərdi. Yamal. İlk yarı bitirəcək. Çox az qalıb. İlk yarı bitmədən bir dənə qol mu gəliyor? Ayda. Korneri vermədi. Nəysə. İkinci yarıya girdik. Oyuncu baxaq görək. Böyle dəyişdirək. Şevşenko depoy. Amma məncə belə yaxşıdır. Messi'ni Yamalın yerinə qoyaq. Belə yaxşıdır. Böyük ehtimal udma şansımız çoxdur. 5-ci klasmana çıxa bilərik. Rəqibi gözləyirik. O da başladı. Onlar başlayır sentri. Başladılar. Villa. Alexander-Arnold. Messi verdi. Bir daha gol. Batistuta vurdu. 3-0 oldu. 3-0. Rəqib quit atacaq. Yoxsa devam edəcək. Sabah da arkadaşımla vs atacağıq. Dostumla vs atacağım. Dostum güclüdür takımı. Takımı güclüdür. Özü və güclü olmaya bilər. Porro. Gerrard. Mbappe. O necə faul idi. Böyle pası kəsək, qəşəng. Pası qəşəng kəsdi orada. Ne oldu? Aha. Rəqibi quit atacaq. Çıxdı. Rəqib quit atdı. 5-ci klasmana gəl. 5-ci klasman oldu. Bir dənə də maç atacağıq. Rəqib ağladı çıxdı oyundan. 5-ci klasman oldu. Kalan maçları atdı. 5-ci klasmana yüksəldik. İndi hədəfimiz 4-cü klasmandır. Bir dənə də ataq. İnşallah bunda da çıxmadı. Çıxsa da olsa da bir də atmayacağım. Sabah atalım.
Sabah da Agüero'nu alıb dəniyəcəyik sizlərlə bərabər. Klasmanlıqda. Maç başlayır. Rəqibimiz güclüdür. 3145 kollektiv gücü var. Görək bunu uda biləcəyikmi? Yoxsa uduzacaqmı? Paket alıb. Rəqib pul vurub oyuna. 104 Ronaldo'ya var. Pul vurub oyuna. Bunu utsaq yaxşı olar. Bu nə dizilişlərdir? Başlayaq da. Görək uda biləcəyik. Uda bilməsək də heç. Hızlı olar. Görək formda olmayacaq. Fermin Lopez girər mi? Yox, girməsin. Asla Steven'dan Scholes var. Onlar başladı, biz də başlayaq tez. Maç başlayır. Sabah Agüero'nu alıb dəniyəcəyik dostlar. Vaxtdan video çəkmirdim. Dedim ki, PES videosu çəkim. Çalışıb 3-cü klasman eləməyə çalışacağım. 2 dəfə eləmişəm. O da əvvəlki hesabda. Başladıq. Bu rəqib çətin rəqib oxşuyur. Çıxartdıq da bu. Bizdə bu qədər niyə boşluq var? Çıxdı. Verək bura. Porro. Qabağa ötürdü. Romero aldı topu. Ayda. Getdi. Vurdular. Vurdular. Ayda. 1-0 qabağa keçdilər. Gələk də biz ata biləcəyik. Quit atmaq yoxdur. Dedim də, güclüdür belələr. Pul da vurub oyuna. Gerrard, Nico Williams, Nico. Ayda, bu neysə ne? Bu da bək. Ver də qırmızı nə? Arxadan girib sarı verdi. Buradan olmaz. Amma yenə də Batistuta ilə vurmaq istəyirəm. Görək də. Vurdum. Batis. Hayda. Olmadı ya. Ayda, niyə keçmir bu paslar? Onlarınki keçir, mənimki keçmir, nəyəsə. Of, uduzuruq Qaç. Mbappe. Batis. Ayda, orada keşke Nico Williams'a verərdim. Qaç. Ala qaç. Batis, vur. Vur da. Mbappe, nə qarsan?
Geçən 2 saat vurmağı gözləyəcəyik bizə. Onu atsaydı bərabərə idi. Çıxdı. Çıxdı. Pas. Paslarım keçmir. Yenə vursalar da bu şey eləyəməyəcəm. Vurdular yenə. Tuttum. Ayda bu paslar niyə keçmir axı? Polo. Batista. Allah'ım. Ya vurma da. Ay bu. Ne? Neynədir be Allah qəsəm pozor etdim. Ayağına girmişəm də. Ortaya vurmaz diye düşünürüm. Ama vura da bilər. Tuttum. Qaşan. Niye bitirdin? Ay. Sənin kimi mən hakimin. Önce dəyişləyəliyim görəsən. Messi'ni salamam. Messi'ni salamam. Hala gol lazımdı ya. Ne kadar fırsat geldi. Vura bilmirik. Vaxt keçirmədə. Ne olur? Aha, getdi vurmağa. Qaşın. Ne olur vurma, ne olur? Ay ben. Of. Ya beraber eləyəcəm ya da uduzacam. Başka çarəm yoxdur. Beraber eləmək üçün ama biraz gol lazımdır. Qaqaş güclü diye. Kabasi. Bu paslarım da keçsə çox. Ne olur vurma da. Be. İki eləyəm biraz çətin diye buradan sonra. 56-cı dəqiqədir. Elə bir dənə də vursalar yetdi də yəni. Maç yad qalmadı. Mbappe ayda. Bunu da vurdu ya. Belki bir dənə də ataq. Bir dənə də ataq da. Uzunluğundan demirəm. Video 20 dəqiqə oldu. Biraz bir dənə də ataq bəsdir də. Ben bir daha atan değilim. O birisinde de olursak 8 maç burada kalırlar. Onun da 4'ünü udmalıyıq. 8'den 4'ünü. Bir dənə də vurdular. Dembele'den salmaya bence. Alex, ayda məndən yaxşı çıxmadı. Yoxsa Allah haqqı. Ver topu bura. Pedro Porro. Messi'ye, Mbappe. Mbappe. Allah niye keçmir bu paslar? Bunlarınki keçir axı.
Oyun mənim üstümə gəlir o. Bari bunu vurun da. Bari bunu vurun. Ay bu. Bu gülməlidir ya bundan. Ay da, mən orada çəkib vuracaqdım, bu getdi. Əlim dəydi ya. Neyniyim bilərdim, niyə orada sıxışdırmışlar məni. Bitirmə də, atakda bitirir, belə hakim olur. Uduzduq buna 3-0. Bir yox 3-0 udduq, indi də 3-0 uduzduq. Görək, o birisindən olacaq. Haydi bismillah. Üçə gəldik. Bunu udmalıyıq Yoxsa 8 maçdan 4-ünü udmaq zorunda qalacağıq. Başladı. Gəldi rəqmimiz. Görək güclüdür. 3123 gücündədir. Baxaq da kadrosuna. Güclü kadrosu. Mbappe'si var, Diouf var, Bombard'sı, Doué'si var. Batistutası var, Shevchenko'su var. Güclüdür. Neyse et. Ben başa dizilişimi değiştireyim. Ya da yox, belə yaxşıdır. Ben başladım. Buraya bir de bir başlasaydı başladım. Bu sonuncu maçtı. Bunda uduzmamalıyım. Ne oldu? Başladı. Haydi bismillah. Başladı oyun. Batistuta bizden başladı. Batis, Mbappe topu vurup çəkdi. Ayda vur, ayda necə tutdu onu? Tutmasan olmaz da bir dəfə də hər şeyi tut səndə. O nə korpusla, Mbappe nə? Vur. Gol. Qəşəng, Mbappe 9 nömrə Mbappe vurdu. Rice niyə elə elədi? Hata elədi rəqib. Massara başlayır. Mbappe. Qəşəng. Rəqibimiz qəşəng gəldi. Aşur. Nico Williams. Mbappe'ni gördü ama olmadı. Nico Williams. Nico.
Ayda Niko yok ya Batista. Kubasi. Uzaqdan kəllə vurdum hə. Biraz yaxına gedib orta açardına keşişi. Çıx. Ayda çıxmadı. Serginho. Arnold. Ortası açtı. Ortanı. Yani offside onsuz. Direğe vurdu ya. Offside oldu. Mbappe. Raya başladı. Kısa bak. Yamal aldı. Yamal. Ayda. Çəkib niyə vurmadı yo? Düzbədüz vurdu. Mən deyəcəkdim çəkib vurar bu pirasanı. Messi. Rəqib orada xəta elədi. Mən də dəyərləndirəmədim. Mbappe. O da ortasını açtı. Olmadı. Ala vur. Ayda. Scholes. Çəkdim. Gol. 2-0. Oduruq ələşi. Reguit atacaq. 2-0. Haydi. Başladı. Atmadı Guit. Çıxdı. Çıxartdı topu. Bir daha da vursaydıq rahatlayardıq. Hayda tuttu ya topu. Mbappe. Alexander Arnold. Pası keçmədi. Rice girdi, vuranmadı qəşəng. Nico Williams vur. Gol 3-0. Bitti də çıxacaq. Gizli yerə deyir da. Qapısını çıxartdı. Çıxmalı. Yox, çıxmır. İlk yarı bitti. Bu oyuncu dəyişdirmirəm. Girdi. Rəqib çıxacaq. 3-0'dır. Girdi. Alamadım orada. Vuracaq. Steven aldı. Ayda yenə verdin ona. Aşor. Williams. Guts. Ayda. Vuran mən. Steven qəşəng lafsikli var oraya. Onu almayanlar peşmandır bəncə. Çox qəşəng vurur. Nə oldu? Korneri vurardım da. Çıxacaq görəsən. Çıxmadı, yox. Vururam buradan qapıya.
Ayda. Aldım. Ayda offside verdim. Yo offside değil. Gol 4-0. Böyle çıxaraq 4-0 oldu. Qəşəng. %1 aldım da yani bu maçta. Udma şansı 0'dı. On 15 dəqiqəlik olsaydı uda bilərdi. Comeback eləyə bilərdi. Amma 5 dəqiqəlik. Ona görə. Batistuta 5-ci gol. 5-0. Hat-trick Batistuta'dan. Şevçenko başladı. Bıqış niyə çıxmır? Ayda getdi vurmağa. Vuracaq görəsən. Ay bir də əlinə boş qapı çıxdı, onu da vuramır. Bu qaqaş nə bəxtsiz qaqaşdır. 5-0 uzluya. Williams. Ayda çəkəcəkdim sana. Çox sürətli qaçdı ya Nico Williams. Oyda. Necə boş vurdu ona. Bura oynayayım bir daha. Vursun qapıya. Ayda olmadı ya. Dalan şut vuracağım. Olmadı. Oyun don diyor orada. Yoksa vuracağım ama. Yamal. Offside. Offside o değildi. Vuramadım he. Aldım. Mbappe. Mbappe. Ayda. 6. gol vurmak istəyirəm. Kornerdən bir dənə şansım qaldı. Qəşəng bir vurmalı. Haydi Batista. O kadar da hoppanmadı. 5-0 öttük. Maçın adamı da Batista seçildi. Hat-trick. 3 gol buldu. İndi nəysə sağ olun. Sabah da Agüero deneme videosu gələcək. Sağ olun.